Bismillah. Bürclərin 28 iyun üçün ən şok proqnozu. 28 iyun bəzi bürclər üçün yeni başlanğıclar, digərləri üçün isə vacib seçimlər günü ola bilər. Emosiyalarla deyil, düşünülmüş qərarlarla hərəkət etmək daha faydalı olacaq. Qoç, yeni bir təklif və ya xəbər planlarınızı dəyişə bilər. Maddi məsələlərdə uğurlu addım atmaq şansınız var. Buğa, səbirli olsanız sizi narahat edən məsələ həllini tapacaq. Ailə və şəxsi münasibətlər ön planda olacaq. Əkizlər, ünsiyyət və danışıqlarda uğur qazanacaqsınız. Yeni tanışlıq gələcək üçün mühüm rol oynaya bilər. Xərçəng, keçmişi geridə qoymağın vaxtıdır. Özünüzə inamınız artdıqca yeni imkanlar açılacaq. Şir, parlamaq üçün əlverişli gündür. İş və şəxsi həyatda diqqət mərkəzində ola bilərsiniz. Qız, detallara diqqət sizi səhvlərdən qoruyacaq. Maliyyə ilə bağlı xoş xəbər mümkündür. Tərəzi, tələsik qərarlar verməyin. Yaxınlarınızın dəstəyi ilə çətinliyi asanlıqla keçəcəksiniz. Əqrəb, gözlənilməz görüş və ya xəbər əhvalınızı dəyişə bilər. Daxili hissləriniz sizi düzgün istiqamətə aparacaq. Oxatan, enerjiniz yüksəkdir. Yarımçıq qalan işləri uğurla başa çatdırmaq üçün münasib zamandır. Oğlaq, əməyinizin qiymətləndirilə bilər. Karyera ilə bağlı sevindirici inkişaf gözlənilir. Dolça, yeni ideyalarınız diqqət çəkə biləcək. Risk etməkdən əvvəl bütün detalları nəzərdən keçirin. Balıqlar, sevgi və dostluq münasibətlərində xoş anlar yaşana bilər. İntuisiyanız güclü olacaq. Günün ən şanslı bürcləri Şir, Oğlaq və Əkizlər. Uğur, yeni imkanlar və müsbət xəbərlər ön plandadır. Günün ən gərgin bürcləri Tərəzi, Xərçəng və Dolça. Emosional gərginlik və tələsik qərarlardan uzaq durmaq tövsiyə olunur. Qeyd, bu bürc proqnozu əyləncə məqsədi daşıyır və elmi əsaslara söykənmir.